qadınların bir-biri ilə dost, rəfiqə olub da, amma içində nələr düşündüyünü, əslində nələr olduğunu ortaya çıxardı. Sən özün olsaydın, özünü sevərdinmi, seçərdinmi partner olaraq? Bəzisində isə heç bir qısqanclıq yoxdur. Saf niyyət var və sevgi ilə insanın sevgi anlayışı əslində burada ən böyük rol oynayır. Yəni özündə olan bastırdığı tərəflərini qızında gördüyü zaman o ona qıcıq gəlir və ona içdən içə savaş açır. Evli kişilərə meyil daha çoxdur. Ən yaxşı rəfiqə sənin anan, bacındır, başqasına güvənmir sənin arxandan. Bu əslində valideynlərin bir çoxu öz uşaqlarına deyir. Bu güvənsizlikdən irəli gəlir. Hətta evli olmayan kişilər var ki, barmağına üzük taxırlar, onun evli olduğu bilinsin ki, qadınlar ona doğru cəlb etsin. Başqalarının qəlbi ilə hiss edə bilməyə bacarmalıdır. Bunun üçün də bizə empatiya lazımdır. Empatiya üçün bizə nə lazımdır? Başqaları ilə maraqlanmağı bilməyimiz lazımdır. Yəni hər nə olsa da heç bir zaman sevməkdən imtina etməməliyik. Eynən. Əsas özüm, əsas çözümün yenə də yeni buraxılışına xoş gəlmisiniz. Biz yenə hər zaman olduğu kimi burada spontan danışdığımız üçün, yəni söhbətlərimiz spontan olduğu üçün bu səfər də spontan oldu. Hətta burada indi qərar verdik ki, nə danışaq. Bu səfər Ruqiyyə xanımın bir fikri var. Xahiş edirəm Ruqiyyə xanımın fikrini bir belə öyrənək. ki, biz qadın-kişi münasibətlərindən danışdıq, individual insanın inkişafından danışdıq. Demək olar ki, bir çox mövzulara daxil olduq, amma bizim ikimiz də bir xanım olaraq qadınların bir-biri ilə olan rəqabətindən, mübahisəsindən, içdən gedən o müharibəsindən, savaş türkləri sözüdür ki, savaşından danışmadıq. Mən belə bir təklif irəli sürdüm ki, gəlin bu günləri o içdən-içə gedən qısqanclıq, rəqabət, o qadınların bir-biri ilə dost, rəfiqə olub da, amma içində nələr düşündüyünü, əslində nələr olduğunu ortaya çıxardıq. Çıxardıq. O zaman sizdən başlayaq. Məndən Ən son şahid olduğunuz bu qadın-qadın savaşı və yaxud da ki, saxta qadın gücü göstərmə, bu kimi hallarla rastlaşmısınızmı? Mənim öz həyatımdanmı, yoxsa pasientlərimdən və yaxud da öz həyatımdan ən çox bu güc savaşı, müharibəsi deyək, ya da rəqabəti. Hansı adı qoymaq olarsa artıq bunu. Rəqabətin ən çoxu məncə gücdür. İlk məncə biz onu həyatımızda, öz valideynimizlə, anamızla yaşayırıq. Bir qızın ən böyük, savaş deməyim də, balaca uşaq sadəcə ona baxırıq və güzgü kimi onun yansımasını edirik. Və bir zaman sonra zaten biz ona çevrilirik. Və ana get-gedə dəyişir və yaşı və təcrübəsinə görə qarşıdakı yansıması ilə güc rəqabətinə girir. Bəli. Bu pasientlərimdən də çox deyə bilərəm və bu instinktiv olaraq olduğu üçün tam deyilə bilməz. Mən sənin yaxşılığını istəyirəm. Mən sənin daha yaxşı olmağın üçün belə etməyini istəyirəm. Amma fərqində deyil ki, öz etdiyi səhvləri o qız da edəcək, çünki artıq yansımasıdır. Bu artıq psixolojik olaraq biz keçmişdən getdik, amma təbii ki, qızların rəfiqi olaraq ən yaxınları, dediyi insanların arxasınca və yaxud da içdən-içə keçirdiyi o hiss, qısqanclıq hissi, o artıq başqa bir şeydir. Çünki onun uşaqlıqda aldığı travmalardan, cəmiyyətin bir-biri ilə olan, yəni cəmiyyətdə gördüklərindən, təsir aldıqlarından da çox şey asılıdır. Hər qadın individual böyüyür. Yəni bir evdə 5-6 qız ola bilər, amma hər birinin düşüncəsi, hər birinin xasiyyəti, hər birinin insanlara qarşı yanaşma tərzi fərqli ola bilər. Birinin içində elmi tərəfdən deməyəcəm, sizin başa düşəcəyiniz dildə deyəcəm, qurtluqlar deyək də, yəni altdan iş çevirmələr deyək. Amma bəzisində isə heç bir qısqanclıq yoxdur. Saf niyyət var və sevgi ilə insanın sevgi anlayışı əslində burada ən böyük rol oynayır ki, sevgi anlayışımız əgər pisdirsə, burada biraz çirklənmə varsa, artıq qarşıdakı nə qədər sevirəm, səni çox istəyirəm, qucaqlayıb öpsək belə işimizdən deyirik ki, niyə o ora gəlib çatdı, mən çata bilmədim. Halbuki o bu universiteti bitirib, mən isə fərqlənməklə bitirmişəm, qırmızı diplomla bitirmişəm. Mən evdə otururam, amma o isə işləyir, qabaqdadır, öndədir, bu qədər belə bir həyatı var.
ailəsi bu vəziyyətdədir. Bu artıq qısqanclıqdır. Qatılıram. Hətta Hətta sənin həyatında elə bir şey olub. mütləq ki, gördüyümüz, şahid olduğumuz və yaxud eşitdiyimiz hadisələr olmuş olur. Hətta sənin bayaq dediyin kimi, təbii ki, ilk öncə qız uşaqlıqdaykən öncə onun kiçik yaşlarda anasına bənzəməyə çalışır, onun ayaqqabısını geyinir, onun hər hansı kosmetik vasitələrini istifadə edir və bir yaşa gəldiyində bu Freydin nəzəriyyəsinə görə də artıq anasını, zaten onsuz da anasını bir düşmən olaraq görür Freydin nəzəriyyəsində. Yəni ataya gedir. Qısqanclıq. Orada bir başlayır, yəni bir savaş başlayır orada. Amma ki bu biraz böyüdükdən sonra ananın bəzən qızına olan qısqanclığı olur. Bəzən sənin yaxşılığını istəyirəm sözü də bayaq sən dediyim kimi. Yəni bu egoist valideynlərin dediyi sözlərdir. Orada nəyə görə savaş açır? Yəni özündə olan basdırdığı tərəflərini qızında gördüyü zaman o ona qıcıq gəlir və ona içdən içə savaş açır. Hətta bəzən elə analar var ki, qızının xoşbəxtliyini görür və içində ona qısqanclıq bəsləyir. Bəzən bu hətta ailəsinə qarışmağa qədər gedib çıxır. Bu onun özünün bacara bilmədiyi o yetərsizliyi, əksikliyi qızında gördükdə ki, o xoşbəxtdir, amma özü bacara bilməyib ailəsində o xoşbəxtçiliyi yaratmağı, bu istər-istəməz özünün də bəzən bilinçsiz şəkildə onun qısqanclığına gətirib çıxardır. Amma digər qaldı ki, məsələdə bir qadının bir qadına qısqanclığı uşaq yaşlarında deməyim də yetişkin yaşlarında, bu bəlkə də qadın deyil, sadəcə bir fərdin yetişməsindən də irəli gələn bir şeydir. Yəni necə yetişdirirlər bizi? Əgər bizi müqayisə edirlərsə uşaqlıqda, müqayisə çox olunmuşuqsa və yaxud da ki, digər xanımlar aşağılanıbsa hər zaman, digər qızlar bax, məsələn, filan kəsin qızı belə etdi, görürsən, başına bu iş gəldi, ona bu sözü dedilər. Hətta bir təlqinlər də var ki, ən yaxşı rəfiqə sənin anan, bacındır, başqasına güvənmə, sənin arxandan. Bunu əslində valideynlərin bir çoxu öz uşaqlarına deyir. Bu güvənsizlikdən irəli gəlir. Sən demək ki, güvənmirsən öz uşağına, övladına, amma sözləri necə olur? Sənə güvənirəm, ətrafa güvənmirəm. Bu yanlış bir şeydir, elə bir şey yoxdur. Sən öz yetişdirmə tərzinə baxacaqsan. Bunu hətta videolarımızın birində də mən qeyd etmişdim ki, yəni sən öz yetişdirmə tərzindən bu qədər əmin deyilsən ki, sən övladına hər hansı bir nəyinsə pis bir şey taxılacağından bu qədər narahatsan. Qaldı ki, digər mövzuda qadının qadına savaşı yenə bu cinsiyyətdən əlavə də bir fərd olaraq bir qısqanclıqdır. Özünü yetişdirməmiş, özünün fərqində olmayan insanların daha çox yaşadığı bir hissdir. Bu daha çox, məsələn, bir qadın bir uğur əldə etdikdə mən etmədim, o etdi və yaxud da ki, mən niyə etməyim? Bunun hal-hazırda çox pis örnəkləri də var. Bu qadın əgər bir yolla pul qazanırsa, mən niyə etməyim kimisindən bu yollara doğru gedib çıxır. Yenə də burada insanın özünün fərqindəliyi bir fərd olaraq, bir şəxs olaraq, cins olaraq deyil də, amma bunun daha başqa variantlarını desək, o artıq gedir qadın-kişi münasibətlərində qadınların qadınlara olan savaşı. Bir qadının düşməni də bir qadındır. Deyək ki, əgər onun partnyoru əgər ona xəyanət edirsə, aldadırsa, kiminlə xəyanət edir? Bir qadınla. Və yaxud da ki, o qadın əgər bilirsə ki, bu ailəlidir və yaxud onun başqa bir xanımı varsa, o razı olur onunla birlikdə olmağa. O zaman kim aldatmış olur? Kimdir o zaman günahkar? Hətta indi bir çox xanımlar evli kişilərlə münasibət qurmağa daha üstünlük verir, nəinki subay. Çünki artıq evli olan insanın bir test detektorundan keçmiş olduğunu və artıq hər şeyi bildiyini və dəyişim, o belə deyək də, dəyişim olduğu üçün, qadınların nəyi bildiyi, nəyi istədiyini bildiyi üçün rahat gəlir qadınlara. Və bu qadınlar arasındakı olan müharibə daha da qıvılcalı, yəni qızışır da, yəni belə pis. Onsuz da statistika göstərir ki, evli kişilərə meyil daha çoxdur. Hətta evli olmayan kişilər var ki, barmağına üzük taxırlar, onun evli olduğu bilinsin ki, qadınlar ona doğru cəlb meyil etsin. Niyə? Çünki evli kişilər bir şeyi bacarmış olaraq görülür. Qadınlar da hipergamik olduğu üçün güclü kişini seçirlər. Bu da daha çox
hansı kişilər olur ki, biraz maddiyyatı daha çox olan kişilərə meyl edilir. Statusu, maddiyyatı, bəli. Yəni əslində qadınları cəlb edən şey yenə gücdür. Hər yerdə bir güc müharibəsi var, yəni. Hal-hazırda var. Həm qadın, həm qadın kişi. Biz əslində qadın olaraq daha güclü olmaq istəyiriksə, bir qadının ayağını qazmaq yerinə ayaq qaldırmaq daha güclü edir. Bunu biz görmürük deyəsən. Fərqində deyilik ki, biz əslində güclü edən birlikdə olmaqdır. Yəni kiminsə arxasınca danışmaq deyil və yaxud da kiminsə uğuruna qısqanmaq deyil. Əksinə rəqabət deyilərək ki, yaxşı rəqabət başqa bir şeydir. Qısqanclıq və belə deyim, həddən artıq neqativ formada olan rəqabət tamam başqadır. İş yerində də, sevgi, yəni münasibətlərdə də və yaxud da ailədə də fərqi yoxdur. Əslində hər biri bir qurumdur. Hər biri bir yerin, ortamın olan vəziyyətin qadının necə rol oynadığından çox şey asılıdır. Əslində qadınlar idarə edirmi o vəziyyəti? Bəli. Hətta iş yerində belə mən o vaxt elə indiki kollektivimiz də eyni şəkildə. Əgər qadınlar daha çoxdursa, orada biraz belə deyim, gibkost deyirlər, yəni hisslər, duyğuların aşağı enib çıxmaqları hormonal olaraq da eyni şəkildə o qədər dəyişir ki, bu hiss olunur. Amma bir kollektivdə kişilər daha çoxdursa, o monoton, yəni bir xəttlə, bir düz xəttlə gedir və o qaydaları, o çərçivələrə heç vaxt çıxmaq mümkün olmur. Əslində bizim fərqinə varmalı olduğumuz şeylərdən biri odur ki, qadınlar əgər yaxşılıq və qarşı tərəfi irəli çıxardaraq, irəli çıxmağına icazə verir, irəliləsə özü də irəli çıxacaqdır. Bu da fərqinə varmırıq məncə. Əlbəttə, qadın enerjisi yaratma enerjisidir. Bir şeyləri yaratmaq. Bunun içərisində münasibət yaratmaq var, sevgi yaratmaq var, qarşılıqlı ünsiyyət yaratmaq var. Əgər sən qadın enerjisindəsənsə, sən digər qadınla da savaşmağa ehtiyac duymayacaqsan. Sən onunla birlikdə bir şey yaratmaq istəyəcəksən. Əgər o qadın başqa bir yaxşı əgər sən fikirləşirsən ki, səndən yaxşı həyat yaşayır, onu aşağı çəkmək yerinə sən onunla birlikdə gücünü birləşdirə bilərsən. Bizdə amma bunu etmirlər. Bizdə sənin bəlkə ən yaxın bildiyin insan belə sənin üzünə gülüb, amma digər başqa bir tərəfdə sənin haqqında başqa bir sözlər deyə bilər. Bu da qısqanclıq və həsəddən gəlir. Yəni qısqanclıq onda var, məndə də olsun. Həsəd məndə yoxdur, onda da olmasın hissidir. Bəzən sən necə olur? Sən bayaq demirsən ki, şahid olmusanmı bunlara? Bəli, şahid olmuşam. Bəzən görürsən ki, sənin uğuruna sevinmək yerinə sən bir uğurundan danışanda ora hər hansı bir palçıq atmağa çalışırlar ki, bu yaxşı deyil, bu insanla işləmək yaxşı deyil, o onsuz da pisdir. Sən bir sevin, sən bir maraqlan. Yanında durmağı bilmirlər. Əgər sən bir uğur qazanırsansa, həqiqətən qəlbdən sevinməyi bilmirlər. Niyə? Həsəd, qısqanclıq. Bayaq amma dediyim kimi, əgər sən yaratma enerjisində olacaqsansa, həqiqətən qadın enerjin varsa, sən güclərini birləşdirəcəksən. Sən onun uğuruna sevinəcəksən. Mən şəxsən öz adımdan deyirəm ki, deyə bilərəm ki, bir qadının uğurundan mən çox sevinirəm. Bir qadının, yəni özündəki o potensialını ortaya qoya bilməsi, özünün üzərində inkişaf etməsi, daha irəli gedə bilməsi, yəni öz gücünün fərqində olması bu məni çox sevindirir. Bir insan olaraq, çünki bizim hər birimizin onsuz da vəzifəmizdir ki, öz gücümüzün fərqinə varmaq, öz potensialımızın fərqinə varmaq. Amma burada güc o demək deyil, qadın gücü deyəndə o demək deyil ki, mən hər şeyi bacarıram, heç nəyə ehtiyacım yoxdur. Bu deyil. İnsan bəzən gücsüz də olmalıdır. Zaten güclü insan o insandır ki, öz gücsüzlüyünü də qəbul edə biləcək. Yeri gəldikdə mən bunu bacarmıram deyə biləcək insandır. Zəif olduğunu da qəbul etməlidir. Eynən. Kimsə məcbur deyil hər zaman güclü qalmağa. Həqiqətən də çox doğru qeyd etdin ki, güclülük hər zaman ola biləcək bir şey deyil. Həqiqətən də insan güclü olduğu period, yəni zəif olduğu periodu belə qəbul etməlidir ki, mən bu dəqiqə ağlamaq istəyirəm. Mən bu dəqiqə zəifəm. Yəni ağlamaq zəiflik deyil.
kişilərdə belə hələ bir söz var ki, ağlama, yəni kişilər ağlamaz kimi bir deyim var. Əksinə ağlaya bilər, hisslərimizi göstərməliyik. Zaten bizim genimizdə o instinktiv ən keçmiş, yəni ilk insanları belə nəzərdə tutsaq, kişilərin işi, vəzifəsi nə idi? Ovlanmaq. Qadınların vəzifəsi nə idi? Toplamaq. Yəni bizim qadın olaraq, instinktiv olaraq toplayıcı, yaradıcı, qoruyucu. ailəni, bəli, qoruyucu bir vəzifəmiz var. Yəni ovlanmaq da deyil, yəni 1 saatlıq, 2 saatlıq deyil. Onlar aylarla, illərlə ovlanmağa gedirdilər və qadınlar sırf birlikdə bütün uşaqları, hər kəsi qorumaq rolunu oynayırdı. Yəni heç vaxt qadınlar əslində zəif olaraq görünməyib. Heç vaxt qadınların elə bir hissləri də yoxdur. Ən zəif dediyimiz qadın belə heç bir zaman zəif deyil təbii. Onun belə bir yaradıcılıq tərəfi var. Önə çıxmaq hər kəs edə bilər, amma bunu istəyirsənmi? Bunu etsən xoşbəxt olacaqsanmı? Önə çıxmaq o demək deyil ki, hər zaman kameralar qarşısında olacaqsan, hər yerdə sənin plan kartın falan asılmalıdır. Yox. Önə çıxmaq sakit, huzurlu şəkildə də ola bilər. Ona görə məncə rəqabətin belə doğru olduğu həyat daha gözəl olar qadınlar üçün. Çünki qadınlar birlikdə olanda daha güclü olurlar və güclü olduqları zaman inan heç bir maneə onları yıxa bilməz. Məncə bizdən biraz örnək deyilir türklər demişkən, yəni biz öz həyatımızdan deyə bilərik ki, biz birlikdə həqiqətən güclüyük. Ayrı-ayrılıqda tamam, fərd olaraq başqa gücümüz var, amma birlikdə olanda daha fərqli və mükəmməl, bu sözü demək istəyirəm, mükəmməl bir şey çıxır. Bəli, Adliyevin də dediyi kimi insan sosial varlıqdır. Hətta onun belə bir teoriyası var ki, yəni insan başqalarının gözündən görə bilməyi, başqalarının qulağından eşidə bilməyi, başqalarının qəlbi ilə hiss edə bilməyi bacarmalıdır. Bunun üçün də bizə empatiya lazımdır. Empatiya üçün bizə nə lazımdır? Başqaları ilə maraqlanmağı bilməyimiz lazımdır. Biz maraqlanmırıq başqalarının hekayələrindən, onun keçdiyi yolla. Bunu bir rutin halına gətirməliyik, yaşam tərzimiz halına gətirməliyik. Savaş açmaqla biz irəli gedə bilməyəcəyik. Biz sülh etməklə irəli gedə bilərik. O baxımdan da qadınların bəli birlikdə olması bu təbii ki, bu o demək deyil ki, qadınla birlikdə olaq, hər şeyə savaş açaq. Yox, axışda olmalısan. Bayaq sən dediyin kimi qadın enerjisi nədir? Harmoniya. Harmoniya, bəli, qadın harmoniyada olmalıdır. Yəni qadın uşaq dünyaya gətirir. Yəni yaradıcı enerjisi var. Böyütmək, yəni qayğı, huzur vermək, təhlükəsizlik. Yəni o övladının ki, huzurunu necə ki huzurunu təmin edir, həyat üçün də, dünya üçün də, kainat üçün də, hətta qarşı cins üçün də huzurunu təmin etməklə kodlanıb. Bu hətta gedir hal-hazırda bilirsən ki, qadın-kişi savaşlarına da indi keçmişik. Kişiləri qəbul etməmək, kişiləri aşağılamaq, onlara ehtiyacımız yoxdur. Belə bir reallıq yoxdur. Qadın, kişi, yəni əgər bu kainatda hər şey ahəng uyumu içərisindədirsə, sən kişiləri özündən rədd etməklə, onları yox saymaqla sən yaşamın təməlindən özünü belə fəraqət etmiş olursan da, ondan çəkilmiş olursan. Bu yaşam deyil, sən yaşaya bilmərsən belə. İnsan belə yaradılıb. Qadın cinsiyyəti, bioloji olaraq qadın cinsi, kişi cinsi. Bunların ikisinin vəhdətidir yaşamı, kainatı əmələ gətirən. Necə sən onları kənarlaşdıra bilərsən? Eyni ilə də kişilər üçün antifeminizmlər, antifeministlər, onlar da qadınlara artıq deyirlər ki, bizdə qadınlara ehtiyacımız yoxdur. Hər şeyi istədiyimiz kimi mən pulla evimdə təmizlətdirərəm, özümə də baxaram, yeməyimi də sifariş edərəm, lazım gələrsə qadından da yaşaya bilərəm. Nə edirəm ki, onlara pul xərcləməyi, nə edirəm ki, onları? Kişilər, qadınlar deyir ki, mən kişilərə ehtiyacım yoxdur. Öz pulumu qazanıram, maddi azadlığım var, hər şeyi edərəm, hər şeyə gücüm yetir, hər şeyə gücünüz yetə bilməz. Əgər elədirsə o zaman inşaat mühəndisləri nəyə görə daha çox kişilərdir? Bir evdə bir şey, kanalizasiya borusu da dağıldığı zaman nəyə görə kişilər gəlir o zaman? Kişilərə ehtiyacımız var bizim. Kişilərin də qadınlara ehtiyacı var. Bunu sən rədd edə bilmərsən. Bir nöqtədə var, yəni eyni ilə də kişilər qadınlara hansı yerdə ehtiyacı var? Huzur üçün. Sən hər şey əldə edə bilərsən pulla və yaxud hər hansı bir şeylə. Amma sənin bir özünü pis hiss etdiyin vaxt, paylaşmaq istədiyin vaxt,
o duyğunu necə hardan ala bilərsən? Birindən sarılmaq duyğusunu, birinə paylaşmaq duyğusunu, bunu nə ilə ala bilərsən? Əsas dəyərli olan budur. Əslində bax o boşluq hissini müvəqqəti olaraq onlarla doldurur. Əslində burada bir travmadan da irəli gəlir. İnsanların o evlənmək istəməməkləri və yaxud da mən hər şeydə, hər zaman azadam. Əslində azadlıq anlayışı o deyil. Bir insanın çox çərçivə altına salırsansa, əgər uşaq vaxtı adam çox çərçivələnibsə və yaxud da əksinə, maksimum və minimum söhbəti var da. Biz orta balansı tutturmaqda biraz çətinlik çəkirik. Ya valideynlər həddən artıq çox qısıtlayıblar, ya da həddən artıq çox azad buraxıblar. İnsanların ona görə azadlıq anlayışı da dəyişir və belə deyək, forması o qədər fərqli formaya gəlib. Evlənmək istəməməklərinin səbəbi azad, tək olum, təklik mənə daha rahat gəlir, komfort zonanı orada hiss edirlər. Amma hər zaman bir boşluq içərisindədirlər ki, sən deyən kimi o huzur, o xoşbəxtlik hissi, o kimlənsə bir paylaşmaq. Biz sosial varlıqlarıq. Yəni insanoğlu zaten danışaraq, bir şeyi paylaşaraq daha da çoxalır, daha da içindəkinin o rahatlıq deyirlər də, rahatlığı o zaman tapırıq ki, mən bunu paylaşdım. Aha, deməli daha rahatam. Sanki bir daş azaldı ya da bir hissin qanadlanıb uçdu. Bəzən məncə burada da yenə dönüb psixoloji tərəfə baxırıq ki, keçmişdəki uşaq travmaları falan. Amma hər şey ola bilər. Bir uşaq həddən artıq çox travma da ola bilər. Yetişkindir hal-hazırda, öz həyatı var, təkdir. Amma bunu dəyişməsi üçün özü addım atmalıdır və özü çabalamalıdır. Dəyişim hər zaman mümkündür. Biz onu dəyişmək istədiyimiz zaman mümkündür. Bəli, mən çox razıyam. Hətta deyə bilərəm ki, niyə bəs bu savaşlar var? Hər kəs yorğundur. Hər kəs yorulub, üzülməkdən, qırılmaqdan, zərər görməkdən. Buna görə də özlərinə müdafiə etmək üçün, özlərini qorumaq üçün bu cür bir bəlkə də ola bilər, üsul seçmiş ola bilərlər. Qadınlar da kişilərdən zərər görüb üzülürlər, kişilər də qadınlardan zərər görüb üzülürlər və bir daha güvənmək istəmirlər, bir daha inanmaq istəmirlər. O yüzdən də bunun özlərinə bu cür üsullar seçirlər. Qoruma mexanizması. Amma bu sən heç vaxt qarantiya verə bilmərsən ki, yaşamının sonuna kimi sən heç vaxt üzülməyəcəksən, xəyal qırıqlığı olmayacaq. Bu hər zaman olacaq. Hər zaman o həyatın içərisindəndir. Sən bunu özünə müdafiə olaraq nə kənardakının gücünü aşağılamaq ya da qəbul etməmək, yəni qarşıdakı insanın bu real deyil. Sən hər şeyi bir yerdə qəbul edib, üzülməyi də gözə almalısan, qırılmağı da gözə almalısan, amma yaşamağı seçməlisən. Keçən verilişimizdə dediyimiz kimi. Bu həyatın içindəndir. Hətta belə deyim ki, qadınlar da artıq kişilərə bir çıxar münasibəti olaraq baxırlar. Kişilər də qadınlara çıxar münasibəti olaraq baxırlar. Amma o dərinliyi isə yaşaya bilmirlər. Səthi münasibət yaşayırlar. Hal-hazırda səthi münasibət yaşayırlar. Kimsə dərinləşmək istəmir o münasibətin içərisində. Kimsə o əsl sevgini, əsl bağlılığı, onu yaşamaqlara cəsarəti yoxdur. Amma soruşsan, deyəcəklər ki, qadınlar deyəcək ki, mənim kişi modelim budur, belə olsun. Kişi deyəcək ki, mənim qadın modelim budur. Amma bir soruşsan onların özlərinə, sən həmin kişi modelinin yanında dura biləcək səviyyədə özünü yetişdirmisənmi? Sən həmin qadın modelini daşıya biləcək potensiala sahibsənmi? Bir şey istəmək məsələ o deyil. Məsələ sən onun yanında daşıya biləcəksənmi onu? Çünki bir şey istəyə bilərəm, yaxşı bir şey istəyə bilərəm. Amma sənin istədiyin şey sənə zərər də verə bilər. Sən bir baxdınmı ki özünə ki mən özümə güvənirəm o barədə ki, bu həyatı sürdürə bilərəm, yəni davam etdirə bilərəm. Birinci buna baxmaq lazımdır. Belə ki, çox qəşəng yerə değindin. İnsanların bir-birlərinin çıxar münasibətinin qurulması. Əslində hər kəs münasibətə girməmişdən öncə mən burada nə qazanacağam, nə əldə edəcəm deyə baxır. Burada ortada söhbət yoxdur ki, mən bu insanı sevirəmmi? Mən bu insana dəyər verirəmmi? O mənə dəyər verirmi? Bizim münasibətimizdə bir şeylər doğru gedirmi? O məni anlayırmı? O məni dinləyirmi? Mən onu dinləyirəm, mən onu anlayıramı? Eyni dildə mi danışırıq ki, ən böyük problemlərdən biri ünsiyyətsizlik, ünsiyyətin formalarıdır.
bunlara baxılmır. Biz eyni statusdayıqmı? Onun pul gəlir yeri yenə maddiyyata gedir və yaxud da onun valideynləri nəzərə tutaq keçmədən, onun ailəsi necədir? Onun ailəsi bizim ailəyə münasibdirmi? Kimisindən suallar var ki, məncə bu suallar artıq yavaş-yavaş sıradan çıxmağa başlayır. Amma bir 20% də olsa hələ də ki var. Amma münasibət içərisində olan insanların bir-biri ilə gözləntisinin belə bu qədər maddi tərəfə yönəlməsi həqiqətən də çox böyük problemdir. Çıxarlar üzərində qurulmuş hər bir ailə, münasibət bir gün o qədər boş və maraqsız və o qədər narahat edici gəlməyə başlayır ki, boşanmaların səbəbi də zaten buradan irəli gəlir. Hələ biz mövzumuza qadınların bir-biri ilə olan müharibəsindən gedirik. Amma qadın-kişi mübarizəsi deyək, qadın-kişi münasibəti də buna daxildir. Çünki bu ailə qurulur, nə gözəl həyatı var, nə gözəl bir yaşamı var deyib kənardan baxan xanımlar onun iç dünyasını heç bilmirlər. Bəlkə də sən daha şanslısan, bəlkə də sənin həyatın daha gözəldir, amma sən fərqində deyilsən və başqalarının həyatı ona daha maraqlı gəlir. Çünki onun status olaraq fərqində deyirlər ki, o bir selulitdir. Yəni bunu rəsm çəkənlər daha çox yaxşı bilər ki, selulit yəni bir formadır, bir illüzyondur əslində onların həyatı. Çoxu zaman bəli, illüzyon olmayanlar da var, demirəm, xoşbəxt paralar da var, sevgi dolu olanlar da var. Amma bu sənin onlara belə deyim, qısqanclıq aparmaq yerinə, kumir, yəni onun həyatını vizuallaşdıra bilərsən. Kaş mənim də belə bir həyatım. Başqa bir şeydir, qibtə etmək başqa bir şeydir. Amma niyə onda belə bir şey var, məndə niyə yoxdur demək, bu artıq başqa bir şeyə gedir. Əksikliyə girir o zaman. Özünə qiymət vermir. Bəli. Vermir, nə də ki, özünə baxmır ki, mən nələrə qadirəm deyə. Münasibət içərisində öncə fikirləşirlər ki, mən sevilim. O qədər sevilmək üçün çırpınırlar ki, sevməyi unudurlar. Amma sevilməyin ilk şərti sevməkdir. Güc bundadır. Bəli. Ona görə hər kəs sevilmək üçün çırpınır. Mən durum heç nə etməyim, amma məni gəlsin kənardan sevsinlər, sahiblənsinlər, dəyər versinlər. Sən nə etmisən? Bəs sevilmək üçün hər hansı bir səy göstərirsənmi? Və yaxud da ki, səni nə üçün sevsinlər? Sən özün olsaydın, özünü sevərdinmi, seçərdinmi partner olaraq? O zaman buradan da izləyicilərimizə özlərinə bu sualı versinlər. Yəni bir partnyoru varsa əgər sizə desələr ki, sən partnyoruna bənzəyirsən, bu sizə xoş gələrmi? Yəni əgər bilmək istəyirlərsə ki, doğru münasibətdir, yəni doğru partnyordurmu? Birinci sual versinlər ki, partnyoruna bənzəyirsən desələr, bu sənə xoş gələrmi? Münasibət içərisində sən hər hansı boşluğunu doldurmaq üçünmü bu münasibəti seçmisən? Yəni özünü tam şəkildə mi hiss edirsən, yoxsa ki, yalnızlığın biraz azalıb? O şəkildə mi hiss edirsən? Hansısa bir boşluğu doldurmaq üçün ondan istifadə etmirsən. Bəli. Belə daha doğru. Bəli. Və yaxud da ki, sənə soruşsalar, gələcəkdəki övladın belə bir partnyorla, yəni bir ailə qurması, bir münasibət yaşaması sənə xoş olardımı? Bu sualları özünə versələr və bir də baxsınlar ki, münasibət içərisində öz bütün tamlığı qorunurmu? Yəni başqa bir kimliyə bürünmür. Sevilmək üçün başqa bir kimliyə bürünmürsə, bu sualları bir özlərinə versinlər. O zaman bu sualların belə bir çoxuna cavab verdikdə tapacaqlar ki, mən doğru münasibət içərisindəyəm. Mən bu insanı sevirəm. Boşluğumu doldurmuşam, yoxsa sevirəmmi? Təbii ki, bu içərisində bir çox şeylər əlavə etmək olar. Çox kiçik detallar var ki, amma ən azından buna başlasalar, bu kiçik detallardan daha doğru istiqamət taparlar. İstiqamət tapmış olarlar. Amma qaldı ki, yenə qadın-kişi münasibətləri, bunların dərinlikləri, hal-hazırdakı qadın-kişi savaşı, bunu da bir sonraki mövzumuzda daha geniş, ətraflı, hətta bəlkə qonaqla danışa bilərik. Biz qadın-qadın savaşından girdik, amma insan-insan savaşına keçdik. İlk öncə münasibətdə fərqi yoxdur. Münasibətlərdə bizim münaqişələrimiz ola bilər. Amma bunu problemə çevirmək bizim əlimizdədir. Sən seçəcəksən, sən seçirsən, bunu problemə çevirirsən, yoxsa yox.
Baxış bucağını dəyiş, problem olub olmadığını görərsən. Sadəcə bunu cins olaraq deyil, münasibətləri bir cins olaraq düşünməyin ki, mən bu insanla necə münasibət quracağam. İnsan olaraq bir-birimizə münasibətlərimizi düzgün qoymalıyıq. Yəni insanca biz bir-birimizə davranmalı, insan olmağı öyrənməliyik. Nə qadın kişi, nə qadın qadın, bunu cinsiyyətə ayırmadan insan olmağı bilməliyik. Və sevməyi çox yaxşı şəkildə öyrənib və qarşı tərəfi doğru şəkildə sevdiyimiz təqdirdə bax bu güc və münasibət yaranacaq. Nə qədər olsa da, hər nə olsa da heç bir zaman sevməkdən imtina etməməliyik. Eynən. Sağ olun, görüşərik. Görüşərik.